Bakının Yasamal rayon ərazisində yerləşən 1-ci Alatava məhəlləsi yenidən qurma planına daxil edilib. Ərazi uzun illərdir paytaxtın mərkəzinə yaxın, lakin köhnə tikililərin üstünlük təşkil etdiyi yaşayış massivlərindən biri kimi tanınır. Artıq söküntü prosesi mərhələli şəkildə həyata keçirilir. Sovet dövründə taksimatoruna adlandırılan sahə və onun ətrafında yerləşən tikililərin bir hissəsi sökülüb, sakinlərə kompensasiya məbləği razılaşdırıb və ödənilib. Ərazidə yaşayan bir çox sakin artıq əşyalarını yığışdıraraq köçüb. Qalan tikililərin də yaxın günlərdə tam boşaltılacağı bildirilir. Yasamal rayonunda həyata keçirilən bu yenidən qurma mərhələsinin məqsədi köhnə, istismar müddəti bitmiş binaların əvəzində müasir yaşayış və sosial infrastruktur qurulmasıdır. Qeyd edək ki, 1-ci Alatava ərazisində gələcəkdə müasir çox mərtəbəli binalar, geniş küçə infrastrukturu və ictimai xidmət obyektləri inşa ediləcək.